Bugün biz çox vacib bir məsələyə toxunacağıq. Söhbət dövlətin bizə, yəni vətəndaşlara təqdim etdiyi ən mühüm onlayn xidmət portallarından birindəki açığı şok edici vəziyyətdən gedir. Bəli, bugün Ayna portalından və onun yaratdığı rəqəmsel etibar böhranından danışacağıq. Yaxşı, gəlin birbaşa mövzuya keçək. Ekranda gördüyünüz bu qəribə yazı sizcə nədir? Bəlkə klaviaturada əliniz dəyib, təsadüfi hərflər yazılıb? İlk baxışda elə görünə bilər. Amma bilin ki, bu, hansısa forumdan və ya sıradan bir bloqdan götürülməyib. İnanılmaz səslənsə də, bu yazı Azərbaycan hökumətinin rəsmi bir elektron xidmət portalından hamının istifadə etdiyi bir saytdan götürülüb. Hər şeydən əvvəl, gəlin anlayaq ki, bu Ayna portalı əslində nə olmalıdır, bizə nə vəd edir? Yəni, rəsmi şəkildə desək, Ayna portalı dövlətlə bizim aramızda mükəmməl bir rəqəmsal körpü rolunu oynamalıdır. Bu platformanın məqsədi odur ki, bizlər, yəni vətəndaşlar, vaxt itirmədən bürokratiyadan uzaq, çox sürətli və effektiv şəkildə dövlət xidmətlərindən faydalana bilək. Gözlənti əlbəttə ki, budur. Sayta daxil olursan, axtardığın xidməti saniyələr içində tapırsan, şəxsi məlumatlarının tam təhlükəsizlikdə olduğuna 100% əmin olursan və işini rahatlıqla həll edirsən. Bax, bu, müasir bir rəqəmsal idarəçiliyin bizə verdiyi əsas vəddir. İndi isə gəlin, bu ideal mənzərəni bir anlıq kənara qoyaq və portalın reallıqda bizə nə təklif etdiyinə nəzər salaq. Hazır olun, çünki mənzərə heç də ürəkaçan deyil. Təsəvvür edin, hər hansı bir sualınız yaranıb. Adətən hara müraciət edirsiniz? Əlbəttə, tez-tez verilən suallar, yəni FAQ bölməsinə. Elə deyilmi? Yaxşı, bəs Ayna portalında bu bölməyə daxil olanda sizi nə qarşılayır? Bəli, təəssüf ki, vəziyyət daha da ciddiləşir. Bu da başqa bir nümunə. Yenə mənasız hərflər yığını və Quizart kimi çox güman ki, proqramçıların test mərhələsindən saytda unudub getdiyi kod parçaları. Bu sadəcə bir səhv deyil, bu dərin bir məsuliyyətsizliyin göstəricisidir. Vəziyyətin nə qədər ciddi olduğunu tam anlamaq üçün gəlin problemləri bir ümumiləşdirək. Biz burada sadəcə mənasız mətnlərdən danışmırıq, yox. Söhbət həm də ciddi təhlükəsizlik risklərindən və bir vətəndaş olaraq sizin heç bir dəstək ala bilməməyinizdən gedir. Bu, başdan ayağa bir səhlənkarlıq zənciridir. Bəlkə də düşünürsünüz ki, bunlar sadəcə utanc verici, kiçik səhvlərdir. Amma əslində bu səhvlər buzdağının sadəcə görünən tərəfidir və çox daha təhlükəli bir mənzərədən xəbər verir. Baxın, bu slayda gördüyünüz isə bəlkə də ən narahat edici tapıntıdır. Bu balaca kod parçası proqramlaşdırmada ən bəsit, ən fundamental təhlükəsizlik testlərindən biridir və onun rəsmi hər gün minlərlə insanın daxil olduğu bir saytda bu şəkildə qalması. Bu, həmin saytın ən təməl, ən elementar təhlükəsizlik yoxlamalarından belə keçmədiyini göstərən bir qırmızı bayraqdır. Zərərsiz görünən bu test yazısı əslində daha ciddi zəifliklərin və potensial haker hücumlarının xəbərçisi ola bilər. Unutmayaq ki, söhbət minlərlə vətəndaşın şəxsi məlumatlarının olduğu bir platformadan gedir. Və bu texniki problemlərin üstünə bir də tam bir kommunikasiya böhranı gəlir. Təsəvvür edin, bir vətəndaş olaraq problemlə üzləşmisiniz, kimə müraciət etməlisiniz? Saytda heç bir telefon, heç bir e-poçt yoxdur. Rəsmi çağrı mərkəzi nömrəsi kimi təqdim olunan 1181 isə sadəcə işləmir, çünki heç kimə təyin edilməyib. Yəni, vətəndaş problemlə üz-üzə tək buraxılıb. Bəs bütün bu səhlənkarlığın yekun nəticəsi nə olur? Sadəcə işləməyən bir sayt? Xeyr. Nəticə tamamilə itirilmiş etibardır.